Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Uca Allah'a həmd olsun. Bizləri Ramazan ayını yetişdirdi. Ramazan orucu tutmağa bizləri müvəffəq elədi. Hətta artıq Ramazan ayı bitmək üzrədir. Ona görə də Ramazan ayının bitməsi ilə yanaşı fitrə zəkatı haqqında da suallar ortaya çıxır. Mən də istədim ki, qısa və müxtəsər olaraq fitrə zəkatı haqqında bəzi məlumatlar verim. İbn Ömər radiyallahu anhuma rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir azad və kölənin, qadın və kişinin, uşaq və böyüyün adından bir sa ölçümündə fitrə zəkatı çıxartmağa əmr etdi. Arpadan və ya xurmadan. Burada qeyd olunan həmən o ərzaq növləri həmən vaxtı insanların gündəlik istifadə etdiyi ərzaq növləri idi. Yəni bu günümüzdə alimlər buyurur ki, digər ərzaq növlərindən də yəni bölgənin, əhalinin istifadə etdiyi, gündəlik istifadə etdiyi digər ərzaq növlərindən də fitrə çıxartmaq olar. Məsələn, düyü, bulgur, mərcimək və s. Fitrə zəkatını çıxartmaqda bir çox hikmətlər var. Onlardan biri müsəlmanın Ramazan ayını bitirməsi ilə oruç tutub bu ayı tamamlaması ilə bir növ Allaha şükr edir. Ki Allah Azza və Cəllə ona bu Ramazan ayında oruç tutmağa müvəffəq elədi. Oruç tutdu. Allaha şükür olaraq fitrə zəkatı çıxardır. Və həmçinin fitrə zəkatı çıxarmağın digər hikməti də odur ki, bayram günü kasıb müsəlmanlar da bayram edə bilsinlər, bayram yeməkləri hazırlaya bilsinlər. Və bizim bilmədiyimiz bir çox burada hikmətlər də var. Ona görə fitrə zəkatının çıxarılmasının vaxtı bayram namazından öncədir. Yəni artıq Ramazan bitdi. Bayram namazı sabah qılınacaq deyən vaxtı fitrə zəkatını çıxartmaq ən gözəlidir. Fitrə zəkatını daha öncədən ev əhlinin sayına uyğun çıxarıb hazırlamaq olar. Amma ən yaxşısı odur ki, kasıb müsəlmana artıq fitrə zəkatını verərkən bu Ramazan bitəndən sonra olsun. Bayram namazından da öncə olsun. Bayram namazından sonraya fitrə zəkatını gecikdirmək icazəli deyil. Fitr zəkatının ölçüsünə də gəldikdə, Peyğəmbər sallallahu əleyhi və səlləm bir sa, yəni ölçümündə ərzağın verilməsini buyurub, bir sa da orta ölçülü əllərlə 4 ovucdur. 4 ovuc ərzaq. Yəni məsələn bu düyü ola bilər, qreçka ola bilər, mərcimək ola bilər, bulgur ola bilər və s. Yəni hansı ki ərzaqlar qorunub saxlanır, tez xarab olmur, o ərzaqlardan çıxarmaq olar. Yəni əhalinin, həmən bölgənin əhalisinin gündəlik istifadə elədiyi ərzaqlardan. Yəni bunların çəkisi də bəzən müxtəlif olur. Həmən o çəkilən ərzağın sıxlığına, ağırlığına görə dəyişir. Məsələn, düyü ağır olur, amma məsələn makaron nisbətən yüngül olur. Bu da təqribən hardasa 2 kilo 600 qram, 3 kilo arasında dəyişir. Əgər məsələn bir insan bir ərzaq növündən 3 kilo çıxarsa, artıqlaması ilə fitrə zəkatına kifayət eləyir. Verilən suallardan biri də odur ki, bir nəfərin adına çıxarılan fitrə zəkatı bir növmü olmalıdır, yoxsa fərqli-fərqli növlərdən də edilə bilər. Yəni məsəl üçün 1 kilo əlavə eləyib bir nəfərin adından çıxarmaq olar. Cavab odur ki, xeyr. Belə olmaz. Bir nəfərin adından çıxarılan ərzaq növü bir cins olmalıdır. Məsələn, evdə 3 nəfər var. 3 kilo məsələn düyü, 3 kilo mərcimək, 3 kilo da bulgur. Əgər çıxararsansa, hər kəsin adından bir cinsdən. Yəni həmən o sanı, bir sa, 4 ovuc miqdarı bir cins ərzaqdan olmalıdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub. Fitrə zəkatını paylamağa gəldikdə isə fitrə zəkatını kasıb müsəlmanlara vermək lazımdır. Yəni bu kasıb müsəlmanların haqqıdır. O ki qaldı, həmən o ərzağın bir və ya bir neçə müsəlmanlar arasında paylaşdırılmasına bu da icazəlidir. İstəsən öz ailəvin adından çıxardığın fitrəni, bu 3 nəfərin adından ola bilər, 5 nəfərin adından ola bilər, daha çox və ya daha az fərq etməz. Bir müsəlmana da verə bilərsən, bir kasıb müsəlmana və ya həmən ərzağı bölüb fərqli-fərqli müsəlmanlara da verə bilərsən. Fitrə zəkatını kasıba pulla verməyə gəldikdə isə alimlər bu haqda ixtilaf eləyiblər. Ən gözəli odur ki, fitrə zəkatını kasıba ərzaq şəklində vermək. Çünki buradakı məqsəd odur ki, kasıb insan həmən o ərzaqdan bayram süfrəsində
istifadə etsin. Fitrə verilən insan həmin o fitrədən özü də başqası üçün fitrə çıxara bilər. Deyək ki, bir insanın bugün fitrə çıxarmağa heç bir ərzağı yoxdur. Amma hər hansı bir müsəlman gətirdi ona öz fitrəsindən verdi. Artıq onun da ərzağı var. Əgər bir gün özü və uşaqları, ailəsi üçün yetəcək ərzağı varsa, o insan fitrə zəkatı çıxarmalıdır. Ona görə də əgər kimsə gətirib ona fitrə və zəkatı veribsə, həmin o fitrə zəkatından bir gün ərzində özü və ailəsi qidalanacaqdan artığı varsa, ondan fitrə zəkatı o da çıxarmalıdır. Yəni fitrə zəkatı çıxarmaq üçün zəngin olmaq şərt deyil. Fitrə zəkatı hətta kasıblar da çıxarmalıdır. Şərt isə odur ki, insanın bir günlük evində ərzağı olsun. Bir günlük ərzağından artığı varsa, həmən o ərzaqdan insan fitrə çıxarmalıdır. Həmçinin fitrəni çıxarmaq barəsində alimlər buyururlar ki, ən gözəli insanın yaşadığı bölgədə fitrə zəkatını çıxarmasıdır. Yəni insanın öz yaşadığı bölgədə fitrə zəkatını çıxarıb öz yaşadığı bölgədəki kasıb müsəlmanlara fitrəsini verməsi ən doğru və gözəl olanıdır. Və həmçinin insan özü fitrə zəkatını çıxara bilmirsə, yəni vaxt baxımından bunu alındıra bilmirsə, başqa insana da həvalə edə bilər. Başqa bir insana həvalə edə bilər ki, mənim adımdan sən fitrə çıxar. Ya pulu qabaqcadan verə bilər ona və yaxud da ki, deyə bilər ki, hətta sən mənim adımdan çıxart, filan qədərlik pula, filan nəfərlik fitrəni mən sənə sonra verəcəm. Belə də olar. Və yaxud da kiməsə zəng eləyib deyirlər ki, sənə fitrə zəkatı çatacaq. Biz sənə fitrə zəkatı vermək istəyirik. Həmən adam da həmən vaxtı orada deyil və ya götürə bilmir. Bu zaman fitrə zəkatını götürmək üçün də başqa adama həvalə edə bilər ki, məsələn, filan kəsə verin, mən sonra ondan götürərəm. Belə də olar. Yəni bu işləri bu cür təfsilatlı bir şəkildə izah eləməyə çalışıram ki, bunlar hər zaman insanların qarşılaşdığı problemlərdir. Uca Allahdan dilərəm ki, bizləri Ramazanı gözəl bir şəkildə tamamlamağı müvəffəq eləsin. Allah Azza və Cəllə bizlərdən də, sizlərdən də tutduğumuz oruçları, qıldığımız namazları və digər ibadətlərimizi qəbul etsin. Allah Azza və Cəllə bizləri də, sizləri də bu Ramazanda bağışlanan qullarından etsin. Allahümə amin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.